Deməli, tarixə düşən adlar var ki, daha doğrusu tarixə düşən günlərimiz var ki, məsələn 20 yanvardır, 28 maydır, 27 sentyabr məsələn anım günümdür, Qarabağ müharibəsi anım günüdür, 8 noyabrdır. Bunların yazılışı ilə bağlı iki qayda var. Əgər onları siz hərflə yazırsınızsa, məsələn 20 yanvar. Onda yanvar sözü balaca ilə yazılacaq. Yox, birinci tərəfi rəqəmlə yazırsınızsa 20, onda belə yazılacaq. 20 yanvar. Yanvar böyüklə yazılacaq. Və yaxud da tutalım 8 noyabr. Noyabr balaca ilə yazılacaq. Amma mən bunu rəqəmə çevirsəm 8 noyabr bu formada yazılacaq. Aydın oldu? Başqa da bir də dövlət rəmizləridir. Bunlarda da hamısı və təqvimə düşən əlamətlər günlərinin adlarında hamısı böyüklə yazılır. Məsəl üçün deyirəm, Azərbaycan Respublikasının dövlət himni ilk hərfləri böyüklə yazılır. Beynəlxalq ana dili günü hamısı böyüklə yazılır ilk hərfləri. Beynəlxalq qadınlar günü, beynəlxalq qadınlar günü hamısı böyüklə. Uşaqlar məsələn günü böyüklə yazılır. Belə.